Pənahəli xanın vəfatından sonra Qarabağ xanlığının İbrahim Xəlil xan dövrü başladı. Onun xanlığı dövründə Qarabağ xanlığı daha da möhkəmləndi və bölgədə bu xanlığın nüfuz dairəsi xeyli genişləndi. İbrahim Xəlil xanın dövründə 1783-84-cü illərdə öz möhkəmliyi ilə əhəmiyyət kəsb eləyən Əsgəran qalası tikildi. Bu qala Şuşadan 25 kilometr aralı Qarqar çayı sahilində inşa edilmişdi. Qalanın divarlarının hündürlüyü 8 metr, qalınlığı isə 2 metr idi. Avar hakimi Ümmə xanla qohumluğa girməsi İbrahim Xəlil xanın döyüş gücünü daha da artırdı. Ümmə xanın ayırdığı hərbi kömək İbrahim Xəlil xana imkan verdi ki, xanlığın sərhədlərini daha da genişləndirsin. Gəncə, Şamaxı və Şəki xanlıqları İbrahim Xəlil xanın təsiri altına düşdü. Bundan başqa İrəvan və Naxçıvan tərəfdən sərhədləri genişləndirdi. Sonra o, Azərbaycanla Qacar İranının sərhədindəki Qaflanquh dağında 600 nəfər süvaridən ibarət bir gözətçi dəstəsi qoydu və bununla Qaflanquh dağından şimalda olan tayfaları da nəzarət altına almaq mümkün oldu. Amma bütün bunlar elə də asanlıqla baş vermirdi. Xüsusən Gürcü hakimi 2-ci İraklinin kifayət qədər güclü olduğu və Cənubi Qafqazda möhkəmlənməyə çalışdığı, habelə Quba xanı Fətəli xanın Azərbaycan xanlıqlarının birləşdirilməsi üçün göstərdikləri səylər İbrahim Xəlil xandan daha tədbirli və sayıq olmağı tələb edirdi. 1788-ci ildə İbrahim Xəlil xan Xoy xanlığı üzərinə hücum çəkdi. Bu zaman Qarabağ xanlığının qoşunlarına Qaradağ xanlığının qoşunları, ləzgi və avar silahlı dəstələri də kömək edirdilər. Bununla belə İbrahim Xəlil xan bu zaman qarşısına qoyduğu məqsədə nail ola bilmədi. Qarabağ xanlığının möhkəmləndirilməsi üçün İbrahim Xəlil xanın diqqət yetirməli olduğu məsələlərdən biri də yerli məliklərlə münasibətlərin aydınlaşdırılması oldu. Çünki məliklərin bəziləri hələ də xanlığın mərkəzləşdirilmiş hakimiyyətindən yayınmağa müvəffəq olacaqlarına ümidlərini kəsməmişdilər. Rusiya sarayı və saray məmurları ilə müxtəlif əlaqələri olan ermənilər Qarabağ məliklərini də öz qurduqları planların icrasına təhrik edir və onlar tərəfindən imzalanan məktubları Rusiya sarayına çatdırırdılar. Həmin məktublarda xristiyan amili, xristiyanlığın Qarabağ xanı tərəfindən təqibi, Qarabağın xristiyan əhalisinin Rusiya sarayına sədaqətli qalması kimi məsələlər xüsusilə qabardılır və Rusiya sarayından imdad dilənirdi. İkinci Yekaterinanın dövründə Rusiya sarayı Qafqazda möhkəmlənmək barədə öz planlarını işə saldı və Qafqazın işğalı çərçivəsində orada hətta xristiyan dövlətinin yaradılması niyyətini də ortaya qoydu. 1783-cü ilin iyul ayında Katli Kaxetya çarlığının Rusiyanın himayəsinə keçməsi bölgədə vəziyyəti müəyyən qədər mürəkkəbləşdirdi. Qısa müddət ərzində Krımın, Kubanın və nəhayət Gürcüstanın Rusiyaya birləşdirilməsi Rusiyanın cənuba doğru sürətlə irəliləmə əzmində olduğunu nümayiş etdirir və bu istər-istəməz Azərbaycan xanlarında da haqlı narahatçılıq doğururdu. Axalsıq paşası Süleyman Paşa da belə bir narahatlıqla İbrahim Xəlil xana məktub göndərərək xəbərdarlıq edirdi ki, Rus qoşunları artıq Gürcüstan ərazisinə daxil olub. Paşanın məlumatına görə orada lazımi hazırlıq işləri görüldükdən sonra Rusiya yay fəslinin sonunda Azərbaycan xanlıqları və Osmanlı İmperiyası üzərinə hərbi əməliyyatlara başlayacaq. Məktubun sonunda Süleyman Paşa İbrahim Xəlil xanı ehtiyatlı olmağa çağırırdı. Məlumdur ki, 18-ci əsrin sonlarında Azərbaycan xanlıqları çox mürəkkəb tarixi şəraitlə qarşılaşmalı oldular. Bölgə bir tərəfdən Qacarlar dövlətinin, digər tərəfdən də Rusiyanın müharibələr meydanına çevrilməkdəydi. Hər iki dövlət bu əraziləri öz tərkibinə qatmaq istəyirdi. Osmanlı Türkiyəsi də bölgəyə olan marağını gizlətmirdi. Yaranmış bu tarixi şəraitin təfərrüatına varmadan qeyd etmək lazımdır ki, belə vəziyyətdən baş çıxarmaq bacarıq tələb edirdi.